hayat yaşayacak. Ömrün uzun olsun kızım. Allah seni xoşbəxt. Çok sağ ol əmican. Bu benim borcumdur. Arzum budur ki oğlum da senin kimi mərd yüreği açıq olsun. Heç bilmirik xəcalətinə necə. Çox sağ ol. Həkim qız. Sağ ol. Ayaz əmin, haran ağrıyor? Ha? İsmail, sen. Mənəm. Az qala ölmüştüm. Anam beni ölümden kurtardı. Kenar gezmeye rotfaga gelen var. Kenar gezmeye rotfaga gelen var. Asıda gel asıda. Korkma, sağalacaq. İnsaf eyle mehabbeti unutma. Çox yaxşı oxuyur. İnsaf eyle mehabbeti unutma. Bizden kesme yol qadasına. Beni qadasına. Ay yeri ay İsmail! 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 Bir dayan da! Niye bilmirsən? Niye danışmırsan? Bilirsən nə var dadaş? Hə, nə var? Bilirsən mi? Hə, nə? Sen de hiçbir şey başa düşmürsün. Ana, bəs bu dublinin övrü tayanı? Axtarma kızım, tayını dağda itirmişəm. Hayır, qəşəng tufliydi. Düz deyirsən. Bu mənim ən yaxşı tuflim idi. Mənim əziz gül oğlum, bülbül oğlum. Mənim əziz gül oğlum, bülbül oğlum. Ürəyimi sevindir, mənlə danış gül oğlum. Ürəyimi sevindir, mənlə danış gül oğlum. Harda? Bak orada o bağda. Yaxşı, mənim qəşəng kızım. Cemile, ama hiç kime bir kelime dedim ha. Yaxşı, yaxşı.
işleriyle meşgul olmaya başlayır. Doğrudan onda sizi tebrik etmiyorlar. Tebrik etmek. Düzdür, o meşgul olmaya başlayır. Axır zamanlar bir qədər mülayimləşir, sakit olur. Bunlar hamısı məni sevindirir. Lakin hələ də mən ona inanıram. Mən onu dünyalar qədər sevirəm. O isə bir dəfə də olsun mənə ana deyir. Bir dəfə də. Ne? Ana? Gör bir ne fikirlere düşüyor. Elə bircə bu qalmışdı. İndi də mənim ürəyimə belə dağ çəkmək istəyirsən? Bəsdir! Yetər! Daha dinmədiyim bəsdir. Sizə hörmətsizlik etməmişəm. Hər şeyə səbr ilə yanaşmışam. Lakin indi sizə deyirəm, mən bu evə ana kimi gəlmişəm. Hə? Ne yoğurdun, ne yaptın? Hazırca kət tapdın? Anaya bir bax. Bəli, bəli, ana. Arifin oğlu mənim oğlumdur. Mən İsmail'i öz doğma balam kimi tərbiyə edəcəyim. O da məni ana deyib çağırmalıdır. Necə? Sen bundaki üzə bir bax. İsmail öz doğma anasını yadından çıxardıb, sana ana demeyecek. İsmail, oğlum, atana məktub yazmışam. Ancaq bilmirəm kiminlə göndərim. Sən apara bilərsənmi? Mən? Sən, əlbəttə sən. Atam acıqlanmaz. Aferin oğlum. Derslerine hazırlaşırsan. Sən harda bilirsən? Al oku. Mən elə bilirdim, o bilmir. Sen gizlin hazırlaşmak əvəzinə anana deyiydin, o sana kömək edeydi. Amma sen... Ona deseydim o kömək edərdi. Əlbəttə o sənə həmişə kömək edər. O səni sevir, lap ürəkdən sevir. Amma sən inanmırsan, elə neysə fikirləşirsən, nədənsə qorxursan. Ananı da peşman eləyirsən, məni də. Atacağım, bundan sonra onun sözüne kulak asacağım. Oradan. Aferin oğlum. Yaş gedək. Doğrudan yaxşı eləyəcəksən. Bak gör bizim yolumuz hara kadar uzanacak. Tezlikle burada böyle bir qəsədə yüksələcək. Dağların sinəsi çil çıraqla bəzənəcək. Bak orada mis, demir, birçok metal mədənlər işe salınacak. Sen böyüyəndən sonra biz başladığımız bak bu yolu o görünen uca dağların zirvesine kadar çekip aparacaksan oğlum. Buranı patlatacağız. Patlanacaksın. Bəli. Ha oğul. Sabah saat 6 tamamda bu gördüğün qayadan bir əsər də qalmayacaq. Ata, olur ben de kalın bakım. Yok oğlum olmaz. Bu çok korkulu, dəhşətli partlayış olacak.
qəşəng güllərdir? Yox oğlum, gül deyil, it burnu çiçeğidir. Ha, it burnu çiçeği.